Kiçik Qafqaz vilayəti Kiçik Qafqaz vilayəti Kiçik Qafqazın dağ sisteminin cənub-şərq hissəsini əhatə edir. Ərazinin ən yüksək zirvəsi Murovdağ silsiləsində yerləşən Camış dağda 3724 metrdir. Ən açıq yeri isə Zəngilan rayonunda Araz sahillərində 300 metrə təxminən uyğun gəlir. Deməli, Kiçik Qafqaz bilirik ki, dağlıq ərazidir. Çox hissəsini dağlar əhatə edir. Filiz faydalı qazıntı ilə zəngindir. Sonra enli istiqamətində uzanan Murovdağ silsiləsi bu vilayətin şimal-şərq və cənub-şərq hissələrini 2 yerə ayrılır. Belə ki, Murovdağdan şimal-şərqdə Şahdağ silsiləsi, cənub-qərbdə isə Şərqi Göyçə, cənubda isə Qarabağ silsiləsi uzanır. Burada Paleozoyun qədim süxurları yayılmışdır. Azərbaycanda ən qədim süxurlar Paleozoy yaşıl süxurlardır. Belə ki, Kiçik Qafqazda Ati-Paleozoy, Mezozoy və Kaynozoy dövrün, yəni 4-cü dövrün süxurlarına, vulkanogen süxurlarına, vulkanik süxurlarına rast gəlinir. 4-cü dövrün vulkanik süxurlarına rast gələcəyik. Qarabağ vulkanik yaylasında, Alt-Paleozoya rast gələcəyik Əsrik çay Zəyəm çay hövzəsində. Kiçik Qafqaz vilayəti fəal seysmik zonaya malikdir. Əsasən burada maqmatik süxurların səthə çıxdığı ərazilərdə filiz faydalı qazıntılarla zəngindir ki, burada demək olar ki, bir çox faydalı qazıntıya rast gəlmək olur. Dəmir filizi, alinot, boksit, qızıl, civə, xromit kimi və sairə faydalı qazıntılara, filiz faydalı qazıntıları və qeyri-filiz faydalı qazıntılara rast gəlinir. Bundan əlavə ərazidə tikinti materialları və mineral sular da geniş yayılmışdır. Kiçik Qafqaz vilayətində iqlim göstəriciləri də yüksəklik üzrə dəyişir. Havanın orta illik temperaturu 10 dərəcə 0 dərəcə arasında dəyişir. Yağıntıların orta illik miqdarı isə 400-1000 mm arasında dəyişir. Çay şəbəkəsinin sıxlığı çoxdur, sıxdır. Çay şəbəkəsi sıxdır, çünki rütubətli ərazidir, dağlıq ərazidir. Və çaylar əsasən Kür və Araz hövzəsinə aiddir. Vulkanik yayladan axan çaylar Tərtər Həkəri əsasən yeraltı sularla qidalanır. Digər çaylar isə yağış və qar suları ilə qidalanır. Vilayətdə şabalıdı, qara, qəhvəyi meşə, sonra qonur meşə, dağ çəmən meşə torpaqlarına rast gəlinir. Landşaft tipləri isə dağ çöl, dağ meşə, dağ çəmən və subnival landşaft tiplərinə rast gəlinir. Yarım səhra landşaftı, yarım səhra qurçöl landşaftı yoxdur. Ünbüt torpaqlarında kartof əkinləri, üzüm əkinlərinə, maldarlıq və s. kimi kənd təsərrüfatı sahələri ilə məşğul olunur. Yüksək dağ çəmənləri isə əsasən yay otlaqları, yəni otlaq və biçənəklər kimi böyük əhəmiyyətə malikdir. Burada deməli qoruqlar da var ki, məsələn, Qaragöl qoruğunu misal göstərə bilərik. Sonra Göygöl qoruğunu misal göstərə bilərik. Göygöldə meşə landşaftı, Xallı Maral, Qarmaqvari Şam qorunur. Qaragöldə gölün özü qorunur, göl landşaftı qorunur. Vilayətə daxildir Gəncə, Dağlıq Qarabağ, Vulkanik Yayla, Həkəri fiziki coğrafi rayonları. Gəncə fiziki coğrafi rayonu dağlıq rayondur və ərazi faydalı qazıntılarla zəngin olduğu üçün Azərbaycanın Uralı adlanır. Daşkəsəndə dəmir filizi, Daşkəsən, Hamançay, Dəmiroğlu yataqları, sonra alinot yatağı, Zəylik alinot yatağı, Daşkəsəndə Ağ mərmər, Gədəbəydə Mis Qaradağ yatağında, Gədəbəydə Qoşa Qızıl yatağı, Toğanalı Çıraqdərədə Kükürt yataqları, Tovuz Ağdağda Seolit yatağı, Çovdar Başqışlaqda Barit yataqları və s. kimi faydalı qazıntılar yerləşir. İqlimi ardıcıl olaraq burada əsasən qışı gedir, yəni qışı quraq keçən mülayim isti iqlim, qışı quraq keçən soyuq iqlim, Murovdağın Camışdağ zirvəsində isə Dağ-Tundra iqliminə rast gəlinir. Torpaqları qəhvəyi dağ meşə, qonur dağ meşə, dağ çəmən torpaqları bir-birini əvəz edir. Ərazidə deməli dağ-qara torpaqlar yayılıb Gədəbəylə Daşkəsən zonasındadır əsasən. Tovuz çay, Zəyəm çay, Əsrik çay, Gəncə çay, Şəmkir çay, Qoşqar çay, Kürək çay kimi çaylar axır ki buradan. Bunlar Kürün deməli sağ qollarını təşkil edir. Qoşqar çay ən çiklənmiş çaydır. Daşkəsən ərazisindən axır və burada tullantılar atıldığına görə daha çox çiklənmişdir. Azərbaycanın ən qədim Ati-Paleozoy süxurları da buradadır. Tovuzda Zəyəm çay, Əsrik çay hövzəsindədir. Sonra uçqun mənşəli göllər var. Göygöl, Maral göl burada yerləşir. Göygöl meşə qurşağında, Maral göl isə dağ çəmən landşaftında, subalp qurşaqda yerləşir. Süxurlardan deməli deyə bilərik ki, burada Mezozoyun təbaşir və Yura yaşı süxurları yayılmışdır. Dağlıq Qarabağ deməli ərazisi əsasən qışı quraq keçən mülayim isti iqlim, qışı quraq keçən soyuq iqlim, dağ-tundra iqlimi fəaliyyət göstərir, yəni rast gəlinir daha doğrusu. Burada deməli deyə bilərik ki, məsələn, Mehmana polimetal filiz yataqları var. Turş Şırlan Şuşada
mineral bulaqları var. Ən hündür zirvəsi Böyük Kirsi 2725 metrdir. Bu silsilədə deməli Qarqar, Xaçın, Köndələn çayları başlayır əsasən və yağış suları ilə qidalanır. Dağlıq ərazi olduğundan Yura və Tabaşirəşli suxurlara rast gəlinir. Qəhvəyi dağ meşə, Qonur dağ meşə, Dağçəmən torpaqları bir-birini əvəz edir və Ermənistana çıxışı var. Yəni xarici ölkə olaraq Ermənistanla sərhədi var. Vulkanik yayla deməli Ermənistanla sərhəddə yerləşir. Ən hündür zirvəsi Dəli dağdır, 3616 metr. Bir çox sönmüş vulkanlara rast gəlinir burada. Məsələn, Qızılboğaz hündürlüyü 3581 metr olan, Böyük İşıqlı 3550 metr olan, Gəlinqaya 3335, burada 3 dənə 3 var. 3335 metr. Pəri Çınqılı, Ay Çınqılı, Qırmızıdağ və s. kimi sönmüş vulkanlara rast gəlinir. Vulkanik yaylada suxurların burada inversiyası baş verir. Inversiya nə deməkdir? Yəni qanun uyğunluğun əksi deməkdir. Belə ki, adətən hündürlüyə doğru suxurların yaşı artır, amma burada hündürlüyə doğru suxurların yaşı azalır. Çünki Qarabağ vulkanik yaylanın üst hissəsi 4-cü dövrün vulkanik suxurları ilə örtülmüşdür, cavan suxurlarla örtülmüşdür. Püskürülmüş suxurlar üstünü təşkil etdiyinə görə burada axan çaylar Tərtərdir, Həkəridir, əsasən yeraltı sularla qidalanır. İqlimi qışı qura keçən soyuq iqlim və dağ tundra iqlimidir. Sonra Subaf və Ab çəmənliklərində qiymətli yay otlaqları hesab olunur. Torpağı çimli, torflu, iptidai torpaqlardır, həmin bu Subaf Ab çəmənliklərinin. Daha sonra burada deməli həm tektonik mənşəli böyük-kiçik Alagöl, həm də vulkanik mənşəli Qaragöl yerləşir. Göllər əsasən şirin suludur, axarlıdır. Göllər meşə qurşağından yuxarıda Subaf Ab çəmənliyində yerləşir. Vulkanik yaylada Qaragöl qoruğu var. Bir də vulkanik yayla Gəncə fiziki coğrafi rayonu ilə sərhədə malik deyil. Bu da xüsusən düşür. Həkəri deməli Kiçik Qafqazın cənub hissələrini əhatə edir. Cənubdan İran, qərbdən Ermənistan ilə sərhəddir. İqlimi qışı qura keçən mülayim isti iqlim, torpağı isə şabaldı və dağ meşə torpaqlardır. Ərazisindən Bəsi çay, Oxçu çay, Həkəri çayları keçir. Oxçu çay tranzit, ən çox çəkilənmiş çay hesab olunur. Həkəri rayonu haqqında deyə bilərik ki, fiziki coğrafi rayonunda Bəsi çay qoruğu yerləşir. Bəsi çay deməli Zəngilan rayonunun ərazisində Şəki çinarının qorunduğu qoruqdur. Yağıntılar miqdarı 400-600 mm-dir. Yazı yaylası Bərgüşad və Həkəri çaylarının arasında yerləşir. Orta Araz vilayəti, Orta Araz və yaxud da Naxçıvan vilayəti Respublikamızın cənub-qərbində yerləşir. Ərazi Araz çayı ilə Zəngəzur və Dərələyəz dağlarının su ayrıcısında arasında yerləşir. Vilayətin ərazisi dağlıq və düzənlikdən ibarətdir. Geoloji quruluşu mürəkkəbliyi ilə seçilir. Belə ki, Orta Arazının 60%-dən çoxu 1000 metrdən yüksəkdə yerləşir. Zəngəzur və Dərələyəz dağlarından başlayaraq Araz çayına doğru Dəmirli, Duzdağ, Küküdağ, Vəlidağ silsilələri uzanır və bu silsilələr kəskin parçalanmış arid denudasiyon relyef formalarına malikdir. Azərbaycanda arid denudasiyon relyef formaları Qobustanda, Ceyrançöldə, bir də Orta Arazda rast gəlinir. Sonra burada deyə bilərik ki, dağlarında, məsələn Zəngəzur dağlarında paleogen yaşlı suxurlara rast gəlinir. Dərələyəzdə ən qədim suxur olan paleozoy yaşlı, Sədrək qalxmasında paleozoy yaşlı suxurlara rast gəlinir. Müxtəlif faydalı qazıntı, filiz faydalı qazıntı, tikinti materialları, qeyri-filiz faydalı qazıntılar, mineral bulaqlar yayılmışdır. İqlimi Orta Arazın kontinentaldır, çünki mülayim iqlim yoxdur burada. Ən çox ümumi günəş radiasiyası ən aşağı və ən yüksək temperaturda məhz bu vilayətdə müşahidə olunur. Yağıntıların orta illik miqdarı 200-900 mm arasında dəyişir. Orta Araz haqqında deyə bilər ki, iqliminin kontinentallığı çay şəbəkəsinin sıxlığında da özünü göstərir. Çay şəbəkəsi seyrəkdir, sıxlığı azdır. Sonra çayları əsasən yeraltı sulardan qidalanır. Palçıqlı sellər müşahidə olunur. Çaylardan su varmada geniş istifadə olunur. Naxçıvanda göllər uçqun mənşəlidir. Batabatlı, Qanlıgöldür, Göygöldür. Hamısı şirin suludur. Dağçəmən landşaftında yerləşir. Burada mülayim iqlim olmadığına görə meşə landşaftı da yoxdur. Meşə landşaftı olmadığına görə, meşə landşaftı daha doğrusu tam zolaq əmələ gətirmədiyinə görə qonur meşə torpaqları da yoxdur. Amma talaş şəklində meşələr olduğuna görə qəhvəyi meşə torpaqlarına rast gəlinir. Və Qapçıq zirvəsində də dağ tundra iqliminə rast gəlinir. Yəni buranın iqlimi əsasən düzənlikdən dağa doğru çıxsaq, məsələn Qapçığa doğru çıxsaq, düzənlikdə olacaq qışı soyuq keçən yarım səhra quru çöl iqlimi, yayı quraq keçən mülayim isti iqlim, daha doğrusu yay quraq keçən soyuq iqlim, ən yuxarıda isə Zəngəzurda, Qapıcıqda dağ tundra iqlimi.
və 2 fiziki coğrafi rayona ayrılır: Şərr-Ordubad və Günnüt-Qapıcıq rayonlarına. Şərr-Ordubad Arazboyu düzənlikləri əhatə edir. Qərbdən şərqə doğru düzənliklərin ardıcıllığı belədir: Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yayçı, Ordubad ardıcıl şəkildə düzülmüşdür və hündürlükləri 600 metrdən yuxarıdır. İqlimi deməli burada dediyimiz kimi qışı soyuq keçən yarımsəhra quru çöl iqlimidir. Torpaqları boz çəmən, şabaltı torpaqlardır. Suvarma olmadan əkinçilik qeyri-mümkündür. Arid demdasyon relyef formalarıdır burada. Əsasən yarğan, bentland, qobular deyə bilərik. Bir də illik temperatur amplitudası yüksəkdir. İllik temperatur amplitudası yüksəkdir. Bax, harda ki, səhradır, yarım səhradır, quraq ərazidir, burada amplituda yüksək olur. Amma harda il ərzində rütubətlidir, temperatur yüksəkdir, amma rütubətli keçir, məsələn, ekvatorialda, burada orta illik temperaturlar yüksək olur. Yağıntısı 200-400 mm-dir. Culfada mütləq minimum temperatur -33, mütləq maksimum temperatur -44 dərəcə qeydə alınmışdır. Bir də bura quraq olduğu üçün rütubətləmə əmsalda vahiddən azdır. Günəş radiasiyası və günəşli saatların miqdarı da ən çox bu ərazidədir. Günnüt Qapıcıqdan danışaq. Dağlıq əraziləri əhatə edir. Ən hündür nöqtə Qapıcıq zirvəsidir, 3904 metr. Şimaldan Zəngəzur dağları ilə və Dərələyəz silsiləsi yerləşir şimal hissələrində. Deməli, Zəngəzurun ən yüksək zirvəsi Qapıcıqda 3904 metr, Dərələyəzdə isə Çükü dağdır, 3120 metrdir. Azərbaycanın ən qədim paleozoyaşı süxurları da buradadır, Dərələyəzdədir. Sonra deyə bilərik ki, iqlimi yayı quraq keçən soyuq iqlim, bir də dağ tundra iqlimidir. Torpaqları boz, qəhvəyi, dağ, çəmən torpaqlarıdır. Qəhvəyi dağ, daha doğrusu bir də dağ çəmən torpaqlarıdır. Bir də süxurlardan Azərbaycanda yeganə ancaq burada olan Trias yaşlı, Mezozoikin Trias yaşlı süxurları Azərbaycanın heç yerində yox, ancaq Dərələyəzdə, Naxçıvanda Dərələyəzdə rast gəlinir. Zəlzələ zonasında 9 balıq zəlzələ müşahidə olunur ərazidə. Qərbdən şərqə doğru çaylar Sait Samit demişdim. Arpaçay, Naxçıvan çay, Əlincə çay, Əlincə qalası buradadır, Əlincə çay buradadır. Gilan çay, Ordubad çay, yeraltı və qar sularından qidalanırlar, palçıqlı sellər yaradırlar. Faydalı qazıntıları Ordubadda molibdendir, Parağaçayda, Şərurda polimetaldı, gümüşlü yatağı və s. kimi yataqlara rast gəlinir. Badamlı, Sira, Vayxır, Darıdağ kimi mineral bulaqları var. Bir də Günnüt Qapıcıqda deyə bilərik ki, uçqun mənşəli Batabat və Qanlı göl yerləşir. Lənkəran vilayəti. Lənkəran Azərbaycanın cənub-şərqində Xəzər dənizinin sahilləri ilə Talış dağlarının su harici arasında yerləşir. Vilayətin ən hündür nöqtəsi Kömürgöydə 2493 metrdir. Kaynazoy yaşlı süxurlar üstünü təşkil edir. Amma Talış dağlarında paleogenin 3-cü dövrün, yəni vulkanogen süxurlarına rast gəlinir. Bax, Naxçıvanda Zəngəzur, bir də Lənkəranda Talış dağlarının ortaq cəhətidir ki, paleogen yaşlı süxurlara rast gəlinir. Lənkəran vilayətində faydalı qazıntılar zəif təmin olunmuşdur, yox vəziyyətindədir. Əsasən tikinti materialları var burada, bir də mineral sulara rast gəlinir. Don üzütən, Ərcivan, Qotur su, Meşə su kimi, Masallıda isti su kimi mineral bulaqlara rast gəlinir. Rütubəti subtropik iqlim hakimdir burada. Havanın orta illik temperaturu 14 dərəcədir. Azərbaycanda ən çox yağıntı bu vilayətdə müşahidə olunur. İllik yağıntının miqdarı 400-1800 mm arasında dəyişir və 80% yağıntının ilin soyuq dövründə düşür. Yəni, əsas ilin soyuq dövründə düşür. Ona görə də isti dövrdə suvarma tələb olunur, torpaqlara suvarma tələb olunur. İnversiya hadisəsi burada müşahidə olunur. İnversiya nədir? Dağlarda temperaturun, yağıntının, landşaftın yüksəyə doğru qanuna uyğunluğun əksi istiqamətində dəyişməsidir. Belə ki, dağa çıxdıqca temperatur azalmaq əvəzinə artır, yağıntı artmaq əvəzinə azalır. Dağın yuxarısında da, aşağısında dağ meşədir, yuxarısında dağ ksərofit bitkiləri rast gəlinir. Meyvəçilik faraş meyvəçilikdir, rütubəti subtropik sitrus meyvəçiliyidir və 2 fiziki coğrafi rayona ayrılır: Lənkəran ovalığı və Talış dağlarına. Lənkəran ovalığı Xəzər sahilləri ilə Talış dağları arasında yerləşir. Səthi 4-cü dövrün çöküntüləri ilə təşkil olunmuşdur, örtülmüşdür. İqlimi yay quraq keçən mülayim isti iqlim. Yağış da nə vaxt düşürdü? İlin soyuq dövründə, isti dövründə çaylardan suvarmada istifadə olunur. Əsasən burada həm yağıntının çox düşməsindən, həm də şirin suların səthə yaxın yerləşməsindən düzən meşələr yaranıb. Torpağı çəmən meşə və sarı torpaqlardır. Düzənlikdə sarı torpaq, dağda dağ sarı torpaqlardır. Çox hissəsi dəniz səviyyəsindən aşağıdadır. Faraş tərəvəzçilik, çayçılıq, subtropik meyvəçilik, çəltik kimi demək kənd təsərrüfatı sahələri burada var. Yağış çox düşdüyündən buxarlanma çoxdur. Buxarlanma qabiliyyəti yox, buxarlanma qabiliyyəti quraq ərazilərdə çox olur. Amma buxarlanma rütubətli ərazilərdə həm isti, həm rütubət varsa. Rütubətlənmə əmsalı da vahiddən böyükdür.
Talış dağları qərbdən və cənubdan İranla sərhəddir. Ən hündür zirvəsi Gömürgöydə 2493 metr və Qızıyurduda 2433 metr. İqlimi yağıntıları bərabər paylanan mülayim isti iqlim, yayı quraq keçən mülayim isti iqlimdir. Azərbaycanda ən çox yağıntı Talış dağlarının ətəklərinə düşür 1400 millimetr. Talış dağlarında azonallıq müşahidə olunur. Hündürə doğru yağıntıların miqdarı azalır, temperatur artır. Bunun səbəbi də nədir? İranın üzərindən gələn isti və quru tropik havadır. Sonra deyə bilərik ki, Talış dağlarının ətəklərində meşə, sonra quru çöl və dağ kserofit bitkilər bir-birini əvəz edir. Yəni yüksəyə doğru qalxdıqca. Çayları Bolqar çay Mahmudcala gölünə tökülür. Viləş, Lənkəran çay, Astara çay, Təncərüd isə birbaşa Xəzərə tökülür. Çayların hamısının qidalanma mənbələri yağış sularıdır. Talış dağlarında da dedik paleogen yaşıl sıxırlardır. Faydalı qazıntıdan kasıbdır, yoxdur. Və burada Hircan Milli Qoruğunda dəmirağac və şabat yarpaq palıd qorunur. Bu da fiziki coğrafi rayonlar haqqında məlumat.